Hər birinizdə bu günləri məsələlərə baxacaq və qiymətləndirmə üçün bütün məsələlərini mən sizə izah etməyə çalışacağım. Deməli, birinci məsələyə baxaq. Deyir ki, duzluluğu 30 promilli olan 1 litr suyun 44'te 1 hissəsini buxarlandırsaq, qalan suyun duzluluğu nə qədər olar? Bunun üçün biz bilirik ki, 1 litr suda nə qədər duz var? 30 qram duz var, düzdür? 30 qram. Və bu 1 litr suyun 4'te 1 hissəsini buxarlandırsaq, 4'te 1 nə qədərdir? 0,25. Birdən çıxıram 0,25-ə. Eləyir 0,75. Deməli, əlimizdə qalan su nə qədərdir? 0,75 litr sudur. Və 0,75 litr suda nə qədər duz var? 30 qram. Çünki su buxarlananda duzun miqdarı olduğu kimi qalır. Amma 1 litr suda nə qədərdir? Onu soruşur bizdən duzluluğu. Bunun üçün biz 30'u bölməliyik 0,75'ə. Bu deyilir 40. Deməli, duzluluq olacaq 40 promillə. Cavab D variantı. Keçdik ikinci suala. İkinci sualda bizə nə deyir? Bizə deyir ki, A çayının qolları ilə birlikdə uzunluğu 2600 kilometrdir. Buraya yazırıq A çayı. Uzunluğu nə qədərdir? 2600 kilometrdir. 2600 kilometr. Çay şəbəkəsinin sıxlığı isə 0,4 kilometr bölünsün kvadrat kilometrdir. Kilometr bölünsün kvadrat kilometr. B çayının qolları ilə birlikdə uzunluğu 3360 kilometrdir. Sıxlığı da nə qədərdir? 1,2 kilometr bölünsün kvadrat kilometrdir. İndi bizə deyir çayların su toplayıcı hövzələri arasındakı fərqi tapın. Sıxlığın düsturu necə idi? Sıxlıq bərabərdir çayların ümumi uzunluğu bölünsün hövzənin sahəsinə. İndi biz hövzənin sahəsini tapmaq üçün nə etməliyik? Ümumi uzunluğu bölməliyik sıxlığa. Deməli, A çayı üçün tapaq. A çayı üçün tapmaq üçün biz 2600 kilometri bölməliyik 0,4. Mən kalkulyatorla bölürəm. 2600'ü bölürəm 0,4'ə. Alıram ki, hövzənin sahəsi 6500 kvadrat kilometrdir. Nə qədər? 6500 kvadrat kilometr. B çay üçün isə 3360'ı bölməliyəm 1,2'yə. Deməli, 3360 bölünsün 1,2. Bu deyilir 2800 kvadrat kilometr. Deməli, A çayının hövzəsinin sahəsi 6500. Yazıram 6500. B çayında isə 2800'dür. Fərqi tapmalıyam. Fərq deyilir 3700 kvadrat kilometr. Doğru cavab olacaq 3700 kvadrat kilometr. Cavab E variantı. Növbəti sual. Deyir ki, 21 mart tarixində 42 dərəcə şimal enliyində yerləşən məntəqədə yerli vaxtla saat 06:30-da günəş çıxan günəş Londonda neçədə batar? Deməli, bunu buradan qeyd eləyək bir dəqiqə. Bu 42 dərəcə ekran yazsa. 42 dərəcə şərq uzunluğu. Və burada saat 06:30. Deyir Londonda. Londonda neçədir? 0. Deyir ki, Londonda neçədə batar? 21 mart tarixində əgər günəş 06:30-da çıxırsa, 12 saatdan sonra 18:30-da da nə olacaq? Batacaq. 42 dərəcə şərq uzunluğu ilə Greenwich meridianı arasında 42 dərəcə fərq var. 42'ni bölürük 15'ə. 2 saat 12 dərəcədə fərq. 12'ni vururuq 4'ə. Eləyir 48 dəqiqə. Deməli, buradan bura nə qədərdir? 2 saat 48 dəqiqə. 2 saat 48 dəqiqədirsə və burada günəş 18:30-da batırsa, 42 dərəcə şərq uzunluğun vaxtı ilə 2 saat 48 dəqiqə sonra da burada batacaq. Əgər burada 18:30-da 42 dərəcə şərq uzunluğu 18:30-da batırsa, üstünə gələcək 2 saat 48 dəqiqəni deyəcək ki,
20, 78, bu da 21, 18. Deməli, Londonda saat 21:18-də günəş batacaq. Bunu da yadda saxlayın. Sonra keçdik 4-cü suala. 4-cü sualda bizə görək nə deyir? A nöqtəsində atmosfer təzyiqi 740, B nöqtəsində 290-dır. Bir mənalı şəkildə biz bilməliyik ki, B nöqtəsi daha hündürdə yerləşir ki, burada təzyiq daha azdır, 290-dır. A nöqtəsi isə aşağıda yerləşir ki, burada təzyiq 740 millimetr civə sütunu olacaq. A nöqtəsində havanın temperaturunu verir 16 dərəcə Selsi, B nöqtəsində havanın temperaturunu və nisbi hündürlüyü. Deməli, biz birinci iki məntəqə, AB məntəqələri arasında təzyiq fərqini tapmalıyıq. Bunun üçün 740-dan 290-ı çıxırıq. Nə qədər eləyir? 0, 5, 6-dan da 2, 4. 450. Hər 10 metrdə təzyiq 1 millimetr civə sütunu dəyişirsə, deməli, neçə metrdə 450 millimetr civə sütunu dəyişər? 450-ni vururuq ona, eləyir 4500 metr. Deməli, mən tapdım ki, dağın nisbi hündürlüyü 4500 metrdir. Düzdür? İndi, iki məntəqə arasında 4500 metr məsafə var. Gəlin, temperatur fərqini tapaq. Hər 1000 metrdə temperatur 6 dərəcə Selsi dəyişirsə, 4500 metrdə nə qədər dəyişər? X. X bərabərdir 4500-ü vururam 6-ya, bölürəm 1000-ə. Bu da bərabərdir 6 5-in 30, 6 4-ün 24, 27. 27 dərəcə Selsi. Deməli, dağın ətəyindən zirvəsinə doğru temperatur azalır, zirvədən ətəyə doğru temperatur artacaq. Deməli, 27 dərəcədirsə, deməli, bizdə A nöqtəsində havanın temperaturunu verir 16, üzr istəyirəm. A nöqtəsində havanın temperaturunu verir 16 dərəcə Selsi. Zirvədəki temperaturu soruşur. 16-dan hündürlüyə doğru çıxıram. 27-ni eləyir mənfi 11 dərəcə Selsi. Deməli, ümumi nisbi hündürlük 4500 metr və temperaturda mənfi 11 dərəcə Selsi olacaq. Keçdik 5-ci test tapşırığına. 5-ci test tapşırığında bizə deyir, temperatur 30 dərəcə Selsi, nisbi rütbəti 40% olan hava. 20 dərəcə Selsiyə qədər soyuyarsa, onun nisbi rütbəti neçə faiz olar? Biz bilirik ki, 30 dərəcə Selsidə 30 qram su buxarı olur. Düzdür? 30 qram. 30 qram su buxarını götürək 100%. Görək hələ neçə qram su buxarı var ki, o da 40%-də. Buradan 30-u vurduq 40-a, böldük 100-ə, elədi 12 qram. İndi bu 12 qram 20 dərəcə Selsidə görək nə qədərdir? İndi 20 dərəcə Selsi üçün bunu hesablayırıq. 20 dərəcə Selsidə 17 qram su buxarı olur. Bunu götürürük 100%. Əlimizdə də 12 qram su buxarı var. Bunu da götürürük x%. X bərabərdir. 12-ni vururuq 100-ə, bölürük 17-yə. Deməli, 12-ni vurduq 100-ə, böldük 17-yə, elədi 70,5%. 70 %58. 70 %58. O da təxminən 70,6% olacaq. Doğru cavab A variantı. Aydın oldu. Bunları silək. Bunları sildik. Gəldik 6-cı test tapşırığına baxaq. 6-cı test tapşırığında bizə nə deyir? Miqyası bir bölünsün 1.500.000 kilometr olan xəritədə iki məntəqə arasındakı məsafə 5 cm. Miqyası bir bölünsün 500.000 olan digər xəritədə həmin məntəqələr arasındakı məsafə. Miqyası yazırıq. Miqyas bərabərdir 5-0 siləndə, 5-0 siləndə qalır 15 kilometr. Düzdür? 15 kilometr. Və xəritədəki məsafədə nə qədərdir? 5 santimetrdir. İndi biz buradan həqiqi məsafəni tapmaq üçün nə etməliyik? Miqyası vurmalıyıq xəritədəki məsafəyə və tapırıq ki, 75 kilometr. İndi bu 75 kilometr bizim həqiqi məsafəmizdir. Düzdür? 75 kilometr. İndi digər xəritədə də miqyasımız 5 kilometrdir.
Yazıram miqyas bərabərdir 5 kilometr. İndi digər xəritədəki məsafəni soruşduğuna görə həqiqi məsafəni, yəni 75 kilometri bölürəm miqyası, yəni 5 kilometr. O da bərabərdir 15 santimetr. Doğru cavab bu olacaq. Keçək daha sonra baxacaq bunlara. 7-ci test tapşırığına baxırıq. Test tapşırığına baxırıq. Buyurun. Deməli, həqiqi sahəsi 324 kvadrat kilometr olan əkin sahəsi xəritədə 9 kvadrat santimetr göstərilmişdir. Çay plantasiyasının sahəsi 50% artarsa, həmin xəritədə sahə nə qədər olar? Birinci gəlin, biz nə edək? Miqyası tapaq. Həqiqi sahə bərabər nə qədər? Üzr istəyirəm. Həqiqi sahə bərabərdir 324 kvadrat kilometr. Xəritədəki sahə də bərabərdir 9 kvadrat santimetr. İndi mən burada miqyas tapmaq üçün kök altda 324'ü bölməliyəm 9'a. 324'ü bölürəm 9'a, alıram ki kök altda 36. Bundan da kök 6 çıxdı. Deməli mənim miqyasım oldu nə qədər? 1 santimetrə 6 kilometr. İndi deyir, çay plantasiyasının sahəsi 50% artarsa, çay plantasiyası nə qədər idi? 324 kvadrat kilometr idi, düzdür? İndi bunun 50% artması üçün bunu 50'yə vurub 100'ə bölmək lazımdır. Bu deyilir 162 kvadrat kilometr. Nə qədər idi? 324. Nə qədər artdı? 162. Nə qədər oldu? 486 kvadrat kilometr. İndi həmkarlar, həqiqi sahəm nə qədər oldu? 486 kvadrat kilometr. Miqyasım nə qədərdir? Qeyd elədik ki 6 kilometrdir. 6 kilometrdir. İndi mən xəritədəki sahəni tapmaq üçün həqiqi sahəni bölməliyəm miqyasın kvadratına. Yəni həqiqi sahəm 486 bölünsün 36. 486'nı bölürəm 36'ya. Bir dəqiqə. Bu deyilir 13,5 kvadrat santimetr. 13,5 kvadrat santimetr. Doğru cavab D variantı. Keçdik. 8'ə baxırıq, 9'a baxırıq, 10'a baxırıq. Deməli, Səkkizdə bizə deyir, yamacda yerləşən iki məntəqədir. Məntəqənin biri buradadır, biri də burada. İki məntəqədir, A, B. Biri 750 metrdir, 750 metrdir. Digəri isə 1950 metrdir, 1950 metrdir. Bu iki məntəqə arasında məsafə 10 kilometrdir. Olarsa, meylliliyi hesablayın. Deməli, biz nə etməliyik? Meylliliyi tapmaq üçün birinci bunlar arasında hündürlük fərqini tapmalıyıq. Hündürlük fərqini tapmaq üçün yazırıq. 1950 çıxılsın 750. 1200 metr. İndi nə etməliyik? Böyük məsafəmiz nə qədərdir? 10 kilometr. Yazıram. 10 kilometr metrə çevirirəm. 10.000 metr düzdür. Yazıram 100%. Kiçik məsafəmiz nə qədərdir? 1200 metr. 1200 metrdə götürürəm x%. X bərabərdir 1200 vurulsun 100 bölünsün 10.000. 10.000'də neçə 0? 4 0. Bu 2, bu 2. Deməli neçə faiz oldu? 12% oldu. Aydın oldu? 12% oldu. Bunu da belə yazdıq. Bu da belə. Gəldik. Deməli, ekvator boyunca 150 dərəcə qərb uzunluğunda yerləşən 150 dərəcə qərb uzunluğunda yerləşən X məntəqəsindən 5550 kilometr qərbə. Tutaq ki, qərbə gedirəmsə 5550 kilometr
Gəlib 180-a çatacam da. 180 dərəcə qərb uzunluğuna. Ekvator boyu dediyinə görə mən 5550-ni nəyə bölməliyəm? 111-ə bölməliyəm. 50 dərəcə. Deməli, əziz həmkarlar, mən 50 dərəcə qərbə gedəndə 30 dərəcəni gəlirəm çatıram 180-da. Əlimdə qalan 20 dərəcəni də keçirəm bu üzə, gəlib çatıram 160 dərəcə şərq uzunluğuna və hansı paralel üzrə? Ekvator üzrə. Deməli, ekvator 160 dərəcə şərq uzunluğuna çatmış hesab olunacaq. Yadda saxlayın bunu. Deməli, bunu da yazdıq. Zəhmət olmasa bir dəqiqə. Gömdən belə eləyək. 30 dərəcə cənub enliyində yerləşən 30 dərəcə cənub enliyində yerləşən 30 dərəcə cənub enliyində yerləşən düzənliyin şimal istiqamətdə meyilliyi 5 dərəcədir. Deməli, bu 5 dərəcə şimala meyillidirsə, bu gəlib hara çatır? 25 dərəcə cənub enliyinə. Və bizə deyir ki, yamaca günorta vaxtı günəş şüaları 88,5 dərəcə buzaq altında düşür. Yəni 25 dərəcə cənub enliyinə günəş 88,5 dərəcə buzaq altında düşür. Görək günəş harda zenitdədir ki, ora 88,5 dərəcə buzaq altında düşür. Harda zenitdə sonra neçə dərəcə buzaq altında düşür? 90 dərəcə. 90-dan 88,5 çıxanda eləyir 1,5 dərəcə. Əgər düşmə buzaq fərqi 1,5-dirsə, enlik fərqi də 1,5 olmalıdır. 25-dən 1,5 dərəcə şimala gedəndə hara gedib çatırıq? 25 çıxılsın 1,5. Nəyə görə? Ekvatora yaxınlaşırıq. Bu deyilir 23,5 cənub enli. Doğru cavab 23,5 cənub enli. Bu qədər təşəkkür edirəm.